Salam əziz tərbiyəçilər. Bugün sizlərlə tərbiyəçi müəllimlər üçün lazım olan vacib mövzulardan biri olan məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər mövzusuna baxacağıq. Gəlin görək, məktəbəqədər təhsilin məzmunu hansı didaktik prinsiplərlə müəyyənləşdirilir? Artıq hamımız bilirik, yenə də yadımıza salaq. Məktəbəqədər təhsilin məzmununu 1. Nəticə yönümlülük 2. Uşaq yönümlülük 3. Şəxsiyyət yönümlülük 4. İnkişaf yönümlülük 5. Tələb yönümlülük 6. Varislik 7. İntegrativlik 8. Azərbaycançılıq və 9. Dünyəvilik. Didaktik prinsiplər əsasında müəyyənləşdirilir. Yəni, imtahanda belə sual olarsa ki, məktəbəqədər təhsilin məzmunu hansı prinsiplər əsasında müəyyənləşdirilir? Biz də bu 9 didaktik prinsipi göstərəcəyik. Birinci didaktik prinsipimiz nəticə yönümlülük didaktik prinsipidir. Nəticə yönümlülük didaktik prinsipimizdə deyilir ki, təhsilin məzmununu əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Nəticə yönümlülük didaktik prinsipdə bizim əlimizdə əvvəlcədən müəyyənləşdirilmiş nəticə olur. Məsələn, tərbiyəçi müəllim 5-6 yaş qrupunun sonunda uşaqların hansı bilik bacarıqlara sahib olacağını əvvəlcədən deyir. Verilmiş situasiyada hansı didaktik prinsip inkişaf edir? Deyəcəyik ki, nəticə yönümlülük. Nəyə görə nəticə yönümlülük? Axı dedik, əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən olunur nəticə yönümlülük. Tərbiyəçi müəllim 5-6 yaşın əvvəlində deyirmi ki, uşaqlar hansı bilik və bacarıqlara sahib olacaq və ya müəllim sinifə daxil olur, bugün uşaqlarda hansı məşğələdə hansı biliklər əldə edəcəklərini əvvəlcədən bildirir. Tərbiyəçi müəllim hansı didaktik prinsipi formalaşdırıb? Əlbəttə ki, nəticə yönümlülük. Nəyə görə? Çünki əvvəlcədən deyir. Nəticə yönümlülüyün qaydalarında da demişdik ki, təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Yəni, biz burada əvvəlcədən onun proqnozunu verdikmi ki, əvvəlcədən dedikmi ki, müəllimə dedimi ki, 5-6 yaşın sonunda hansı bilik və bacarıqlara yiyələnəcəklər? Bəli, hansı didaktik prinsipimiz reallaşdı? Nəticə yönümlülük. Tərbiyəçi müəllimin planlaşdırması yoxdur. Bu zaman hansı didaktik prinsip pozulur? Nəticə yönümlülük. Biz demişdik ki, planlaşdırma 2 cür olur. Yəni, planlaşdırma 2 yerə bölünür. Biri var perspektiv, illik planlaşdırma. Biri var cari planlaşdırma. Perspektiv planlaşdırma tərbiyəçi müəllimlər üçün illik. Cari planlaşdırma isə, diqqət, tərbiyəçi müəllimlər üçün həftəlik planlaşdırmadır. Bunu da əvvəlcədən tuturmu? Bəli, il ərzində əvvəlcədən qeyd edir. Deməli, müəllimənin planlaşdırması yoxdur. Deməli, müəllimə əvvəlcədən qeyd etməyib. Əvvəlcədən əlində yoxdur ki, bilmir ki, hansı məşğələlər keçiriləcək. Hansı didaktik prinsip pozulur? Deyəcək ki, nəticə yönümlülük. Yəni, əvvəlcədən plan müəyyən olunmalıdır. Müəllim deyir ki, hansı yaşda
hansı oyunları öyrədəcəm? Bu zaman hansı prinsipimiz reallaşır? Deyəcək nəticə yönümlülük. Nə üçün? Çünki əvvəlcədən deyir. Əvvəlcədən bilir ki, hansı yaşda hansı oyunlar var. Və ya tərbiyəçi müəllimənin planlaşdırması yoxdur. Hansı didaktik prinsip pozulur? Nəticə yönümlülük. Nə üçün? Biz dedik ki, planlaşdırma əvvəlcədən hazır olmalıdır. Deməli, əvvəlcədən hazır etməyibsə, nəticə yönümlülük didaktik prinsipimiz pozulacaqdır. Dəyərli tərbiyəçilər, bu bizim nəticə yönümlülük didaktik prinsipimiz haqqında məlumatdır.